Avropada bir işləyərək özümüzə maşın alırıq. Bölüm 30, final gedirik üzü ofisə doğru maaşımızı almağa və ofisimizə yaxınlaşdıq. Bu formada 3 mərtəbə bir evdir. Maaşı yəni burada əldən verirlər. Bu da böyük finalda nasıl bir vergi söhbəti var. Ona görə də indi də içəri daxil olacaq. Dzień dobry. Ve maaşımızı aldık. Burada bir aylık bir işten sonra bir maaş olabilir. Ondan bunun içinde pul yok. Maşın açacağım. Bir ay işlədik. Gecə, gündüz, nə bilim, əziyyət çəkdik. Artıq saatlar qaldıq işlədik. Yorğunçuluq idi, amma nəhayət ki sağ-salamat bir ayı bitirdik, maaşımızı aldıq. Bundan sonrası isə daha da maraqlı olacaq. Bugündən bu qədər. Özünüzə müğayət. Ən qısa zamanda görüşərik. Hələlik.